Sonra şagirdlər, deməli bizə belə bir məsələ verilmişdi. Daha doğrusu misal verilmişdi. Gəlin bu misalın həllinə baxaq. Deməli bizə verilib 0,5-in kubu, 0,5 və 9,75. Əvvəlcə 0,5-i hər birindən mötərizə xaricinə çıxardaram və şərtdə verir ki, əlverişli üsulla hesablayın. Daha sonrasında isə 0,5-i çıxartdım. Nə qalır burada? 0,5-in kvadratı və üstə gəlinsin 9,75. Daha sonrasında isə bunu buna vursam, yenə də əvvəlki vəziyyətinə qaytaracağam. Əvvəlcə mötərizənin içini həll edək. Daha sonra digər yolla da izahını verəcəm sizlərə. Bilirəm ki, qaranlıq qaldı ki, bu hara yoxa çıxdı. 0,25-lə toplayacağam. 9,75-i. 0,5-lə vuracağam 10-a və beləcə 5-ə. Həlli 5-dir. İnanmırsınızsa gedib kalkulyatorda da hesablaya bilərsiniz. Yəni də hesablayın, baxın ki, düzdürmü yoxsa düz deyilmi? Əlbəttə ki, düz çıxacaq. Nəysə, indi gəlin bunu ayrıca açaq burada, sizlərə də göstərim. 0,5-i əgər mən buna vursam, eləyəcəyim. Əvvəlcə bura belə xətt çəkim. 0,5-in kubu. Üstə gəlinsin, 0,5-i 9,75-ə vursam, edəcəkdir 4. Aha. Bu mənə verir 0,25-i 125-ə. 0,125-i üstə gəlinsin 4,875. Bu da bərabərdir 5-ə. Bu qədər. Hər ikisinin eyni cavabı aldı, amma bunu buna vurmaqla hara kimi gedə bilərdik. Əlbəttə ki, daha uzun olacaqdır. Bunu isə daha qısa bir müddətdə yazmaq olardı. Sağ olun, salamat qalın. Əgər bir sualınız olarsa, şərhlərdə qeyd etməyi unutmayın. Videonu bəyəndinizsə kanala abunə olub like atmağı unutmayın. Sağ olun.